Salam hörmətli izləyicilərim. Bugün sizə belə papağın toxunmasını istəyirəm göstərim. İzləyicilərdən biri rezinka hissəsinin 2 qat toxunmasını istəyib, papaq toxumaq istəyir. Mən də bu papağı toxuyuram bu formada. Rezinka hissəsi bu formadadır, 2 qat belə. Naxışı da bu formada toxumuşam. Bunu indi qutarandan sonra yanını tikəcəm, buranı da belə düzəcəm, bura belə formada, bura qotazını qoyacağım. Onu da hazır formasını göstərəcəm sonra. Bu da razmeri də ki, mən bunu 100 ilmək götürmüşəm. İlməklər 100 dənə ilməkdir. Bu heç olmasa 6 ay, 1 yaşına kimi uşaq üçün başına gedən bir papaqdır. Uşaq da mən bunu burada dəqiq razmeri deyə bilmərəm. Ona görə ki, uşaq var, arıqdır, uşaq da var, kökdür. Onu deyim, onu ancaq toxuyanda başının ölçüsünə baxıb, sonra toxuyuruq onu, papağın. Mən burada 100 götürmüşəm. Belə. İndi bunu necə toxuduğumu da göstərəcəm sizə. Mən burada başqa bir uşaq üçün, biraz balaca uşaq üçün toxumuşam bunu. Başında da qotazını da həmin sapdan eləmişəm. Burada belə bir naxış qoymuşam. Bunun rezinkası 2 qat deyil də. Bu 2 qat, bu da 2 qatdır. Elə bildim 1 qat toxumuşam. Bu da 2 qatdır belə toxumuşam. Naxış da eyni naxışdır. Burada. Bu biraz qalın sapdır. Bunun corabı ilə toxumuşam formada belə. Corabını da toxumuşam. Bu 1 yaşına getməz də bu papaq. Bəlkə də gedər, deyirəm də. Əvvəl dediyim kimi bəlkə uşağın başından asılıdır. İndi mən bunun rezinka hissəsini necə toxuduğumu göstərəcəm sizə. Belə bir sap götürürəm. İlməkləri fərq eləmir. Neçə ilmək istəsəz götürərsiniz. Ya cüt, ya cüt də götürə bilərsiniz təkdə. İndi buraya yığıram elimin üstünə. O rezinkanın toxunmasını istəyirəm göstərim. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ilmək bəsdir bu naxış rezinkanı göstərmək üçün. Artıq da kəsirəm ki burada. İndi burada 16 ilməkdir, qısa formada yığmışam. Buradan birinci ilməyi götürürəm, tərs toxumuram, bir düz toxuyuram. Yəni tərs ilməkləri sap özümə tərəfdə olur. Belə birini götürürəm, düzü toxuyanda sapı keçirdirəm o birisi üzə. Bir düz. Yəni bir belə tərsi götürdüm, toxumadım. Bir düz. Yəni tərs ilməkləri toxumuram, götürürəm, sapı keçirdirəm özümə tərəf. Düz ilməkləri toxuyuram. Yenə tərsi götürürəm, düz ilməyi toxuyuram. Tərsi götürdüm, düz ilməyi toxudum. Düzü toxudum. Burada tərs götürdüm, düz ilməyi də toxudum. İndi arxa tərəfdən yenə birinci ilməyi götürürəm, tərs. O tərəfdən tərs olanlar bu tərəfdən düzdür. İndi buradan yenə eyni şeyi təkrar edirik. Düzü toxudum.
tersi götürdüm. Düz ilməni toxudum. Ters ilməni götürdüm. Düz ilməni toxudum. Hər iki üzdən eyni toxunur. Hər iki üzdən tersi toxumuruq, götürürük. Düz ilməni toxuyuram. Tersi götürdüm. Düz ilməni toxudum. Yine tersi götürdüm. Düzü toxudum. Hər iki üzdən eyni toxunur. Yine tersi götürürəm. Düzü toxuyuram. Tersi götürürəm. Düzü toxuyuram. Bu hər iki üzdən eyni. Bunu çox toxumağın mənası yoxdur. Eyni toxunur. Bir sıra da hər iki üzdən toxuyum. Qoy görünsün. Tersi götürdüm. Düzü toxudum. Yine tersi götürdüm, düzü toxudum. İndi bura düz üzüdür. Düz üzündən indi bu üstündəki bu diş naxışları göstərəcəm necə toxunur. Bu rezinka isə axıra qədər belədir. Uzunluğunu da kim nə qədər istəyir, uşağın başının ölçüsünə görə. İndi naxışı göstərəcəm. Buradan düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Bütün ilməkləri tərs toxudum, düz üzdən. İndi tərs üzündən birinci kənarı götürdüm. Burada düzləri düz, tərsləri tərs. Elə bil bir düz, bir tərs toxuyuram. Düzlər görünür belə. O aradakı ilməyi tərs toxuyuruq. Tərs üzdən bir düz, bir tərs olur. Belə. İndi bu tərəf düz üzüdür. Belə elə bil belə düyünlər, dənəciklər alınır. Düz üzdən hər sıranı hamısını tərs toxuyuruq. Bu düz üzdür. Yenə hamısını tərs toxuyuram. Ters üzdən yenə
Hamısı tərsi tərs, düzü də düz. Bu tərs üzdən düz ilməklər görünür olduğu kimi. Aralardakı ilməkləri tərs toxuyuruq. Arxadan bir düz, bir tərs olur. Formada. Düz üzdən hamısını tərs toxuyuruq. Tərs üzdən bir düz, bir tərs. Belə bir dənəciklər alınır. İndi bu hissəni tikməyi, bir də qotazı necə qoyacağımsa onu göstərəcəm. Mən bu qədər toxudum bunu. Mənim üçün bəs eləyir. Bunu belə ölçmüşəm. Bir qarışdı məndə. Belə əlimlə ölçəndə bir qarışdı. Uşağın başının ölçünə görə uzunluğunu toxuyuruq. İndi bunu çevirirəm buradan. Tərs üzünü sapıma keçirtmişəm. İğnə keçirtmişəm. Buradan tikirəm. Əvvəl buradan yığacağım. Buradan. Sonra tikəcəm. Belə bu ilməklərin arasından buradan belə. Buradan birini bırakıram, o birisinin altından geçirdirəm içeri formada. Birini bırakıram, bu birisindən tikirəm. Buradan axıra qədər belə tikdim. Sonra bunu sıxıram. Belə. Sonra bu bir tərəfə birləşdirirəm bunu. Sonra bu təpə hissəsini buradan tikirəm.
Sonra buradan bunun yan hissəsini başlayıram tikməyə. Buradan. Buraya kadar tikdim bunu. İndi bunu kəsirəm. Buradan sapı. Belə. Bu tikiş olan yeri arkaya salıram buradan. Arka tarafı. Formada toxudum. Bunun bu hissəsi də gördüğünüz gibi 2 qatdır. Naxışı da bu formada toxudum. İndi bunun qotasını düzəltmişəm bu formada. Bunu bura bağlayacağım. Onun üçün indi belə qoçaqımı götürürəm buradan. Belə salıram. Burada bu ipi geçirdirəm o birisi üzə. Bir də bu tərəfdən bu yüzden salıram. Bu birisi ip var. Bunu da buradan geçirdirəm içeri. Şimdi buradan içeriden bunu belə düğümləyirəm. Artıq sapı da buradan kəsirəm. Biraz bu tərəfdən kəsirəm ki, oradan sökülməsin. Formada belə bir uşaq papağı alınır. Sağ olun. Eğer beğendinizsə abunə olmağı, beğen düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.